dayanırdı yolun üstündə. Kim Kərbəlaya gedirdisə, bu Nasib idi, Əhl-i Beyti sevməyən idi. Kim Kərbəlaya gedirdisə, ona dedi ki, hara gedirsən? Dedi, Kərbəlaya gedirəm ki, Ağa İmam Hüseynin ziyarətinə. Gülürdü ona. Dedi ki, Hüseyin çağrı eləyə bilsəydi, öz başına çağrı eləyərdi. Sən hara gedirsən? Ürək, ancaq ürəklərini oxururdu İmam Hüseyin zəvvarlarını. Bir gün gördülər ki, əyləşib İmam Hüseynin hərəmində qucaqlayıb zərhə ilə ağlayır. Hamı bir-birinə baxır. O yoldan keçənlər bunu hamı tanıyırdı. Dedilər ona ki, sən bura niyə gəlmişsən? Sən hara, bura hara? Dedi ki, özü tanıyırsınız da məni. Fəratın kənarında otururdum. Özüm bilərəkdən İmam Hüseyin zəvvarların ürəklərinə söz dağı vururdum. Ürəklərini narahat edirdim. İstiydi bir gün, oturmuşdum. Baxdım Fəratın suyuna, gördüm bir sərinlik gəlir mənə tərəf. Suda sudan sərinlik gələr. Baxdım suya, dedim hərməli, Allah lənət eləsin sənə. İmam Hüseyinlə düşmənçiliyin vardı. Əli Əsqarı niyə öldürdünüz? O uşaqdaq. Dedi, bunu dedim, narahat oldu ürəyim. Baxdım İmam Hüseynin hərəminə tərəf, gördüm kimsə çağırır məni. Ki, gəl, bircə bununla çağırıblar onu. Bircə bununla çağırdılar. Görün, nə qədər səmimiyyətə, ürək sevgisinə. O qurbanlar boş yerə deyil. Düşmənin həm iç üzünü göstərmək üçündür, həm də ürəyi təmiz olanların fərqli-fərqli ab-havaları olduğu üçün bir-bir dəvət eləmək üçündür. Əli Əsqar böyük bir cəmiyyətin yolunda qurbanlıqdır. Əli Əkbər başqa bir cəmiyyətin yolunda qurbanlıqdır. Qasım başqa bir cəmiyyətin yolunda qurbanlıqdır. Ruhun dərin qatlarını işləyir İmam Hüseyin bu qurbanlıqda.